Yaşadığım ünvanda ikinci mərtəbədə mənim bir qonşum var. Özü repetitordur. Onun qapısında həmişə demək olar ki, sıra ilə tələbələr dayanıblar da. Yəni tələbələrin ardı hesabı yoxdur. Mənim bir dostum var. Dostumun qızı bu il ali təhsil ocağına daxil olmağa cəhd göstərib. Bilmirəm indi nəticə necə olub. Sonra elə maraqlanacağam bu ilə. Dostumun dediyinə görə deyir ki, mənim qızım bu instituta daxil olana kimi artıq deyir, mənimki mənə gəlib də. Yəni mən özümü deyir, elə hiss edirəm ki, o yox. Halbuki mən özümdür daxil oluram ali təhsil ocağına. Mənim bir övladım var. Açığı, yəni bir neçə övladım var. Böyüyü Hindidən mənə deyir ki, mən 8-ci sınıfdan sonra məktəbə getməyə fikrim yoxdur. Səbəb kimi də onu göstərir ki, məktəbdə yəni heç bir təhsil verilmir. Halbuki bu hələ dövlət məktəbində yox, ödənişli məktəblərdən birində oxuyur. Həmən də bu sözü mənim dostumun qızı deyir. Başa düşürsünüz? Yəni mən bu dəqiqə danışdığım bu söhbət çoxunuza yaxındır. Yəni çoxunuz bu ilə üzbəüz gəlirsiniz də. Faktiki olaraq biz bu dəqiqə nə görürük? Biz onu görürük ki, yəni köhnə metodik üsullar orta təhsilə aid olanlar özlərini doğruldmur da. Yəni uşaqlar məktəbə oxumağa getmir. Uşaqlar məktəbə sadəcə olaraq müəyyən bir zamandan müəyyən bir zamana kimi vaxt keçirməyə gedir. Yəni köhnə pedaqoji üsullar işləmir. Onların heç bir effekti yoxdur. İndi mənə bu maraqlıdır ki, nə vaxta kimi biz bunu gözümüzü yumub görəcəyik və bu ilə razılaşacağıq. Haçan nəsə bir dəyişikliklər baş verəcək bu sistemdə. Açığı deyim sizə, Emin Əmrullayev nazir təyin olunanda mənim ondan gözləntilərim çox idi. Mən hesab edirdim ki, o zastoy vaxtları, Mərdanovun vaxtları getdi. Amma indi baxıram, görürəm ki, deyəsən Mərdanova şükür eləmək lazım idi. Çünki heç olmasa onun vaxtında hansısa bir sistem, bir nizam-intizam var idi. İndi isə orada it yesini tanımır. İndiki məktəblərdə hələ yəni ki, rüşvət məsələsini götürək. Məktəblər demək olar ki, onlara bu dəqiqə Oscar vermək lazımdır ki, bu yeni rüşvət metodunun icadına görə. Çünki rüşvət artıq rüşvət kimi deyir, yəni tələb olunmur. Bunu fırladıblar belə bəxşiş formasına, padarka formasına. Və demək olar ki, ikinci dərəcəli metodlarla, öz adamları ilə, valideynlərin arasında faktiki olaraq vadar eləyirlər hamısını ki, filan qədər getirib verməlisən. Getirib verən də onu elə verir ki, hələ özünü utana-utana hiss edir ki, verməzsə utanır ki, o birisi verdi, mən vermədim. Başa düşürüz, belə bir səviyyəyə çatdırıblar ki, rüşvət verməyən valideyn ya da uşaq artıq özü utanc hissiyyəti bir keçirdir. Emin Əmrullayeva gələndə isə, bax, bu adama qıraqdan baxanda götürək elə mənim şəxsən öz sizə bir görüntümü deyim də, mənim o ilə heç bir şəxsi qərəzliyim yoxdur. Amma ki, mən bir insan kimi, hansı ki 30 il insanlarla sırf yaxın təmasda olan işlərdə işləmiş bir adam kimi mən sizə deyərəm. Mən o adama baxanda qıraqdan görürəm ki, bu adamın psixoloji problemləri var da. Yəni ki, görünür ki, bu adam özündə arxain deyil, bu adam qorxu içində yaşayır. Görünür ki, bu özü müəyyən bir komplekslərin təzyiqin altında olan bir insandır. Başa düşürsünüz? Amma belə bir sahələrdə birinci adamın fəaliyyətindən çox bir şey asılıdır. Bu görünür ki, yəni heç bir iş görə bilmir. Məncə artıq elə bir vaxt gəlib ki, bir oturub saylamaq, baxmaq, digər ölkələrin təcrübəsini öyrənmək, tədqiqat aparmaq, görmək ki, oradan biz nə götürə bilərik. Və elementar elə götürək də, mənim dostlarımı götürək, biz hamımız ali təhsilliyik, mən özüm Dövlət Neft Akademiyasını vaxtında bitirmişəm də, amma nə qədər mənim dostlarım, belə energetika fakültəsini bitirənlər Dövlət Neft Akademiyasında öz iş karyerasını adi monitördən başlayıblar. Yaxşı, gedib monitör işləmək üçün mütləq gerək gedib akademiya qutarasa, niyə? Axı əvvəl bunu texniki peşə məktəblərində oxuyurdular, monitör olurdular, elektrik olurdular, mexanik olurdular. Sonra da ixtisas artırma ilə lazım olanda, yəni vəzifəyə getməyə, yuxarı getməyə, gedib mühəndis olurdular da. Onda elə çıxır ki, bu dəqiqə çox sayılı bu ali təhsil ocaqları lazımsızdılar. Başa düşürsünüz? Yəni ki, milləti yönəltmək lazımdır peşə məktəblərinə. Bax, xaricdəki təcrübə ilə yəni bölüşmək lazımdır, paylaşmaq lazımdır. Daha doğrusu onlar paylaşmalıdırlar bizimlə, biz də onu götürməliyik. Ali təhsil ocağını oxuyub sonra gedib hardasa, nə bilim, adi bir elektrik işləmək, onun üçün 4 il vaxt lazımdır. Lazım olan anda, yəni ki,
müəyyən ixtisas artırma kursları ilə bunu gedib əldə eləmək olar. Yəni bu o deməkdir ki, biz artıq keçməliyik bu Avropada olan məktəb sisteminə. Bəzi Avropa ölkələrində doğrudan da məktəblərə elə baxılır ki, orta məktəblərdən söhbət gedir. Sadəcə uşaqların bir müəyyən bir vaxt keçirmə yeri kimi, uşaqların bir əyləncə yeri kimi. Amma təhsil sonra başlayır. Çox saylı kurslarla, çox saylı peşə məktəbləri ilə və sonra da ali təhsil ocaqları ilə. Yəni mənim bax dostum Norveçdə yaşayır. Orada elektrik gəlir, məsələn, evdə hansısa bir nəsə bir iş görməyə, o elektriki evə çağırmaq üçün aylarla demək olar ki, növbə tuturlar cəmaət. Elektrik də gələndə elə bir maşınla gəlir oraya ki, baxırsan görürsən maşallah, gör bunun sosial rifağı nə vəziyyətdədir. Bizim təhsil sistemimiz çox böyük dəyişikliklərə məruz qalmalıdır. Artıq bu dəqiqə hal-hazırda köhnə metodik sistemlər, pedaqoji usullar işləmirlər. Və gec-tez bu rüşvət sistemindəki son qoyulmalıdır. Yəni biz boş-boşuna demək olar ki, uşaqlarımız üçün məktəblərə pul veririk. Nəticədə nə əldə edirik? Heç nə. Uşaq demək olar ki, müəyyən bir vaxtdan sonra məcbur olur ki, getsin yenə repetitorların yanına, fərdi müəllimlərin yanına ki, sonra hansısa bir təhsil ocağı qəbul olmaq üçün. Halbuki o təhsil ocağı ona heç qəbul olmağı məqsədə uyğundur ya yox, bu da çox böyük bir sual altındadır. Bu qədər. Sabahınız xeyir olsun, qəlbdən qəlbə.